Günah eləməyən insan yoxdur. Hər kəs xəta edir. Əsas odur ki, xətanın fərqinə varasan, inatkarlıq eləməyəsən. Ümumiyyətlə insan həm yaxşı əməllər eləməyə, həm də günah etməyə meyilli yaradılmışdır. Xoşbəxt insan isə odur ki, günahlarını bilir, peşman olur və Rəbbinə tövbə eləyir. Allah həmd olsun ki, Allah tövbə qapısını bizlər üçün açıq saxlamışdır. Mübarək Ramazan ayına hazırlaşırıq. Tövbəmi daha doğru eləmək üçün tövbənin şərtlərinə baxdım. Düşündüm ki, bölüşsəm izləyicilərə də faydalı olar. Ramazana tövbəli girməyimiz niyyəti ilə tövbənin 5 şərtini deyirəm. Birinci, tövbəndə səmimi olacaqsan. Riya, göstəriş, dünyəvi qazanc üçün olmamalıdır. Yalnız Allahın razılığını qazanmaq üçün səmimi şəkildə edilməlidir. İkinci, etdiyin günaha görə üzülüb peşman olacaqsan. Uca Allahın bu sözlərini yaxşı xatırla. Ya eyyuhellezine amanu, ey iman gətirənlər, tubu ilallahi tövbətən nasuhan. Allaha səmimi olaraq tövbə eləyin. Asa rabbukum ey yukaffira ankum seyyiatikum və yudkhilakum cennetin tecri min tahtiha'l enhar. Ola bilsin ki, Rəbbiniz sizi ağacları altından çaylar axan cənnət bağlarına daxil etsin. Üçüncü şərt, səni günahlara salan o məkandan, o çevrədən uzaqlaşacaqsan. O günaha bir dəfəlik son qoyacaqsan. Dördüncü şərt, bir daha o günaha dönməyəcəyinə qəti qərar verirsən. Rəbbimiz belə buyurur. Qul ya ibadiyəllezine əsrafu ala anfusihim. De, ey mənim özlərinə qarşı həddi aşmış qullarım, la taqnatu min rahmetillah. Allahın rəhmətindən ümidinizi üzməyin. İnnallaha yaghfiru zunuba cemi'a. Fikir verin. Həqiqətən Allah bütün günahları bağışlayır. İnnehu huvel gafurur rahim. O həqiqətən də bağışlayandır, rəhimlidir. Sonuncu, 5-ci şərt, tövbəni gelişdirməyəcəksən. Ömrünə nə qədər qalıb bilmirsən. Elə isə ölümün gəlməmiş günahlarından tövbə elə. Ölüm anında zaten tövbə qəbul olmayacaq. Çünki artıq gec olacaq. Nisa surəsi 18-ci ayədə Rəbbimiz belə buyurur. Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman mən indi tövbə etdim deyənlərin də kafir kimi ölənlərin də tövbəsi qəbul deyildi. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq. Elə isə gəlin tövbəmizə tələsək. Unutmayaq ki, Rəbbimiz belə buyurur. İnnallaha yuhibbut-tawwabin və yuhibbul-mutatahhirin. Allah tövbə edənləri, təmiz olanları sevər. Allah bizləri qəbul olan tövbələrə müvəffəq etsin. Amin.